Bir neçə dini suallar var. Onları inşallah mütaliə edək qurban haqqında. Dini sual. Kimlər qurban kəsməlidir? Dini cəhətdən tələb olunan şərtlərə, nisab miqdarı mala sahib olan kəslərin qurban kəsməsi Hənəfi məzhəbində əsas götürülən görüşə görə və bəzi müctəhid alimlərə görə vacib, Şafii və digər məzhəblərin çoxuna görə isə müəkkəd sünnətdir. Yəni, təməl ehtiyaclardan əlavə nisab miqdarı inşallah növbəti suallarda gələcək. 80 qram qızıl dəyərində yatarda malı dövləti olan kimsə qurban kəsməsi lazımdır, vacib. Hansı heyvanlardan qurban kəsilə bilər? Qurban qoyun, keçi, inək, dana, camış və dəvə kimi heyvanlardan kəsilir. Qoyun və keçi 1 yaşını tamamlanmış olmalıdır. Təhcə qoyun 7-8 aylıq olub 1 yaşındakı kimi cüssəli görünərsə, yəni bəslənmişsə, qurban kəsilə bilər. Yalnız keçi 1 yaşını tamamlayacaq. Sadəcə qoyun 7-8 aylıq olub anası boyda görsənərsə, qurban kəsilə bilər. İnək və camış növündən heyvanlar 2 yaşını tamamlayıb 3-cü yaşından gün almalıdır. Bəzən sual verilir. Valla yaş yarımlı bir heyvan var, 1 ton əti var. Qurbana düşür. Bizim məqsədimiz ət deyil ki. Bizim məqsədimiz Rəbbimizin əmrini yerinə yetirmək. O şərti daşımırsa qurban olmaz. 2 yaşını tamamlaması lazım, 3-cü yaşdan 1 gün alması lazım. Ən azı hicri təqvim yəni. 354 gün, 354 gün. 2 dənə hicri təqvim keçəcək və o birisi hicri təqvimdən 1 gün almış olacaq. Yoxsa yaş yarımı var, amma ton yarım əti var, o biz ət niyyət daşımırıq. Rəbbimiz bizdən 2 yaşını tamamlanmasını istəyir. İnək, dana və camış növündən heyvanlar 2 yaşını tamamlayıb 3 yaşından gün almalıdır. Dəvə isə 5 yaşını tamamlamalıdır. Yəni 4 yaşındakı dəvədən qurban kəsilməsən 5 yaş olacaq. Qoyun və keçi 1 nəfər adından kəsilir, digər böyük baş heyvanları isə 7 nəfər ayaq olaraq, yəni ortaq olaraq kəsə bilərlər. Sadəcə olaraq diqqətləmək lazımdır. 7 nəfərin 7-sinin də niyyəti qurban olmalıdır. Bu İsmail qurban da ola bilər, niyyət qurban da ola bilər, ada qurban da ola bilər, nə bilim, digər nəzir qurban da ola bilər, nə şey olur olsun. Yəni adamların, ortaqların niyyəti ancaq qurban olması lazım. Bu heyvanı kəsək, mən ət əldə edeyim, olmaz. Yəni ona görə ortaqları seçərkən təqvalı ortaqları seçmək lazımdır. Əgər birinin niyyəti ət olarsa, 7-sinin də, digərlərinin 6-sının da qurbanı batil olur. Allah qorusun. Nisab miqdarı zəkat, fitrə, qurban və s. mali ibadətlərdə dini cəhətdən məhsul sayılmaq üçün əsas alınan zənginlik ölçüsü deməkdir. Yəni nisab miqdarı nə deməkdir? Bu deməkdir. Təməl əsas ehtiyaclarından və borclarından başqa 80 qram qızıl və ya ona bərabər mal varlığına sahib olan kəslərin dinən zəngin sayılırlar. Onların qurban kəsməsi, həccə getməsi və digər fitrə sədəqəsini verməsi üzərinə vacib və ya fərz olur. Qurban hansı vaxt kəsilə bilər? Qurban bayramının 1-ci, 2-ci və 3-cü günləri kəsilməlidir. İmam Şafiiyə görə bu müddət 4 gündür. Təşrik günlərinin sonuna qədər. Yəni 4-cü günü əsr namazında təşrik təkbirlərini bitirdiyimiz günə qədər, saata qədər. Bayram namazı qılınan yaşayış yerlərində bayram namazı qılındıqdan sonra qurbanlar kəsilir. Bir üzür səbəbi ilə bayram namazına gedə bilməyən kəs namaz qılınacaq qədər bir müddət keçdikdən sonra qurbanını kəsə bilər. Yəni bir insan bayram namazı qılınmadan evdə qurban kəsərsə, o ailəsinə ət kəsmiş olur deyib Peyğəmbər Əleyhisselatü Vesselam. Yəni qurban olmadı. Qurban olması üçün qurban bayramı günü bayram namazı qılındıqdan sonra əda edilməsi lazım, kəsilməsi lazım. Erkən kəsərsə ailəsinə ət kəsilmiş olur. Hansı heyvanlardan qurban kəsmək olmaz? Çöl inəyi, yəni maral və s. kimi çöl heyvanları ilə toyuq, xoruz, qaz, hinduşka, dəvə quşu və s. kimi quşlardan da qurban kəsmək olmaz. Yəni adam niyyət eləyirsə belə o niyyət batildir yəni. Uşaq əskiyyətdən gəlsin bir dənə
induşka xoruzu, 3 illik bir induşka xoruzunu qurban kəsərəm. Bu qurban olmadı. Qurban kəsmədin sən. Yəni o niyyət də batildir yəni. Niyyət doğru niyyət deyil. Hə, 2 illik, 3 illik bir induşkanı kəsib nəzir eləyərəm, birisinə hədiyyə eləyərəm deyərsə bu olar. Amma qurban olması üçün qurbanlıq heyvanlardan kəsilməsi lazım. Maral 4 yaşı var, 4 illik maraldır, buynuzundan bilinir, filan eləyir, feşman eləyir. İri də heyvandır, maraldan qurban olmaz. Qurbanlığa mane olan qüsurlar nələrdir? Hansı qüsurlar qurbana maniyedir? Açıq-aşkar xəstə, yeriyə bilməyəcək qədər topal, həddən artıq zəif və kör heyvanlardan qurban kəsilməz. Bunlarla birlikdə 2 gözü və ya 1 gözü kör olmaq, dişlərinin çoxunun olmaması, qulaqlarının kəsilmiş, buynuzlarının biri və ya ikisi kökündən qırılması, qulağının və ya quyruğunun yarıdan çoxu qopması və ya anadan gəlmə qulaqları və quyruğunun olmaması dərəcəsində qüsurlu bir heyvan Allaha qurban olaraq təqdim edilə bilməz. Yəni, Allah üçün veriləndə Adəm Aleyhisselamın 2 evladından birisi Habil, digəri Qabil. Habil heyvandarlıqla məşğuldur. Sürünün ən gözəl heyvanını, ən gözəl qoçunu Allah yolunda qurban elədi. Qabil isə əkinçiliklə məşğuldur. Səmiz, bəslənmiş, ya gözəl belə yetişmiş deyil. Cılız buğda şeylərindən, yəni cılızlarından, qurumuş, bürüşmüş, elə bafalardan, elə sümbüllərdən Allah yolunda vermək istədi, qurban eləmək istədi. Allah onun qurbanı qəbul etmədi. Amma Habil təqvadan, ixlasla, sürünün ən gözəl bəslənmiş, içində yeridiyi zaman, sürünün içində yeridiyi zaman kənardan gözə çarpan, gözə ilişən, iri olduğunu qənaət gətirdiyi heyvanı qurban olaraq təqdim elədi Allaha. Allah-u Teala onun qurbanını qəbul elədi. Əvvəlki ümmətlərdə göydən bir ateş inərdi, qəbul olunan qurbanı yandırardı. Adəm Aleyhisselamın oğlu Habilin qurbanı da o şəkildə göydən inən ateşlə yandı. Yəni şəriət fərqli ola bilir. Etiqad eyni. Hamısı, bütün peyğəmbərlər Allah bir demiş. Tövhid əqidəsinə sahib olmuşdur. Amma şəriət fərqli. Bir peyğəmbərin ümmətinə qənimət malı haram ikən digər peyğəmbərə halal olur. Bir peyğəmbərin ümməti tövbə edərkən özünü öldürməsi lazımdır. Muhammed ümməti istiğfar edərək, göz yaş tökərək haramdan çəkinərsə tövbəsi qəbul olmuş olur. Yəni şəriət dəyişir, amma əqidə, tövhid əqidəsi dəyişmir. Allah-u Teala xəstələrimizə şəfalar ehsan eyləsin. Dərdlərimizə dəvalar, borçlu qardaşlarımıza xeyirli ədalar ehsan eyləsin. İşi olmayanlara iş, eşi olmayanlara eş, evladı olmayanlara Allah-u Teala salih və salihə evladlar ehsan eyləsin. Evladı olanların da Allah-u Teala sayını artırsın və salihlərdən eyləsin. İstər ön cəbhədə olsun, istər arxa cəbhədə olsun, xalqımızın, millətimizin, məmləkətimizin bütövlüyü və əmin amanlığı üçün xidmət edən əskər və zabitləri və digər insanları Allah-u Teala öz hıf zamanında saxlasın. Telefonla zəng eləyib dua istəyən qardaşlarımız var. İsmini çəkə bilməsək də bizlərdən dua istəyən qardaşlarımızın Allah-u Teala sıxıntılarını gidərsin. Həccə gedən qardaşlarımızın Allah-u Teala həclərini məbrur eyləsin. Getmək həsrətində, niyyətində olan qardaşlarımıza da ən qısa zamanda Allah-u Teala lütf ehsan eyləsin. Dualarımızın qəbulü üçün, Allah rızası üçün El-Fatiha.